Değerli izləyicilər, videonu bəyənib kanala abunə olun ki, hər kəs son xəbərlərdən anında məlumatlansın. Temudan aldığı kosmetik məhsul qıza baha başa gəlib. Xəbər verilir ki, Türkiyədə yaşayan Selmakç adlı ilə tanınan influencer Temu dələduzluğunun qurbanı olub. Sifariş edən qızın gözünə onlayn alış-veriş platformasından süni kirpik sifariş edən qızın gözünə infeksiya düşüb. Bu barədə bloger özü məlumat verib. Qeyd edək ki, bu Temunun məhsullarının keyfiyyətsizliyi ilə bağlı ilk şikayət deyil. Aparıcı Elgiz Əkbər maraqlı etiraf edib. Xəbər verilir ki, o müğənni Xatirə İslamla oxuduğu duetin qazancından danışıb. Həmin mahnıya görə çox toy təklifi aldığını deyən teleaparıcı bu sözlərlə diqqət çəkib. Müğənni deyiləm, belə fikrim də yoxdur, amma üstünə düşsəm çoxlarından yaxşı oxuyaram. Xatirə İslamla bir mahnı oxudum və özümə maşın aldım. Yağın içində maşın idi. Təsadüfən İctimai TV-nin təklifi ilə oldu. Necə sevildisə mənə pul qazandırdı. Maşınım köhnə idi. Dəyişməyə pulum yox idi. Mahnını oxudum və nə qədər toy zəngi gəldi. Gündə neçə toy dəvəti alırdım. Hələ Rusiyada toy dəvətləri gəlirdi. Xatirə dedi ki, hamı məni toya səninlə dəvət edir. Gündə 5-6 toy olurdu. Hətta əlavə mahnı da yazdırdım. Həvəsim var idi.